Salam bacılar və qardaşlar, hər birinizi salamlayıram. Dünən Markın müjdəsində birinci fəsli oxuduq və inanıram ki, sizə faydalı olar. Və bugün istəyirəm ki, ikinci fəsildən başlayım, üçüncü fəsilə qədər də olan ayələri sizinlə bölüşüm. Burada belə yazır. Bir neçə gün sonra İsa yenə Kefernauma gələndə onun evdə olma xəbəri yayıldı. O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi. Adamlar 4 nəfərin daşıdığı bir iflici onun yanına gətirdilər. Amma böyük izdihama görə onu İsa'ya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb, yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: Oğlum, günahların bağışlandı. Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər. Bu adam niyə belə danışır? Bu ki, küfürdür. Tək Allahdan başqa günahları kim bağışlaya bilər? İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi. Niyə ürəyinizdə belə düşünürsünüz? Baxın, hansı daha asandır? İflicə günahların bağışlandı deməkmi? Yoxsa qalx, döşəyini götür, gəz deməkmi? Lakin siz bilin ki, bəşər oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var. Və o iflicə dedi: Sənə deyirəm, qalx, döşəyini götür və evinə get. Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: Biz heç vaxt belə bir şey görməmişik. İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham onun yanına toplaşdı. O, cəmaata təlim öyrədirdi. Yolu keçəndə vergi yığılan, yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: Ardımca gəl. O da durub İsa'nın ardınca getdi. İsa Levinin evində süfrəyə oturanda bir çox vergi yığanlarla günahkarlar gəlib onunla birgə süfrəyə oturdular. Çünki İsa'nın ardınca gedənlər çox idi. Fariseylərdən və ilahiyyatçılar İsa'nın günahkarlar və vergi yığanlarla birgə yemək yediyini görüb onun şagirdlərinə dedilər: O niyə vergi yığanlar və günahkarlarla birgə yemək yeyir? İsa bunu eşidəndə onlara dedi: Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salihləri deyil, günahkarları
çağırmaq üçün gəlmişəm. Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsa'nın yanına gəlib soruşdular: "Nə üçün sənin şagirdlərin və fariseylərin şagirdləri oruc tutur, amma sənin şagirdlərin oruc tutmur?" İsa onlara cavab verdi: "Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar. Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman onlar oruc tutacaqlar. Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis görünür. Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır. Bir gün şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sümbülləri qırmağa başladılar. Fariseylər onlara dedilər: "Bəs niyə onlar şənbə günü qadağan olunan işləri görürlər?" İsa onlara dedi: "Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı? O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi. Kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi. Yanındakılara da verdi." Sonra İsa onlara dedi: "İnsan şənbə günü üçün deyil, şənbə günü insan üçün yaradılıb. Baxın, bəşər oğlu şənbə gününün də sahibidir." Əziz qardaşlar və bacılarım, bu oxuduğum ikinci fəsildən idi və sabah çalışacağam ki, üçüncü fəsildən olan ayələri də sizlərə oxuyum və sizlərlə bölüşüm. Sağ olun, minnəttar.